Biraz maraqlıdır və asan dərsdir. Testlərini elə burada eləyəcəyik. Düz evə test verəcəm, amma testlərin əksəriyyətini elə burada eləyəcəyik. Başladık. Ah, birinci anotasiyadır. Birinci siyahı anotasiyadır. Anotasiyadan getdi. Anotasiya nədir? Anotasiyanın mənası qeyd aparmaq, əlavə etmək deməkdir. Anotasiya nədir? Kitab, jurnal, məqalə və yaxud əlyazmanın məzmununu qısa şəkildə nədir? Şərh etmək deməkdir. Bir daha deyirəm, anotasiya latınca anatomik sözündəndir. Mənası qeyd aparmaq, əlavə etmək deməkdir. Annotasiyada nə verilir? Kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi, kitabın müəllifinin adı və soyadı, kitabın nədən bəhs olunması, ideyası, kitabın nə məqsədi və kim üçün yazılması. Məsələn, Məmmədov Kərəm, antropologiyanın əsasları. Ali məktəb tələbələri üçün dərslik. Bakı, Qanun, 2000 2006, 192 səhifə. Budunun dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovun bu kitabı Azərbaycanda antropologiyaya həsr edilmiş ilk dərslikdir. Kitab tələbələr, araşdırıcılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Bax, burada nə verildi? Məmmədov Kərəm, kitabı yazanın adı. Antropologiyanın əsasları, kitabın adı. Bakı, yeri, Qanun, nəşriyyatın adı, 2006 ilini, 192 səhifə, səhifəsini. Deyir, Budunun da senti tarix elmləri namizədi Kərəm Məmmədovun bu kitabı antropologiyaya həsr edilib. Tələbələr araşdırıcılar üçün nəzərdə tutulur. Kitabın kimi üçün və nə üçün nəzərdə tutulması da neynədir? Qeyd olundu. Bu nədir? Anotasiya. Gəldi akta. Akt, aktos sözündəndir, latınca. Bir də latınca, yunanca o tipli sözlər bizə lazım deyil, amma yenə də qeyd eləyəm. Akt latınca aktos sözündəndir. Mənası hərəkət, hadisə, cinayət işi deməkdir. Hər bir akt təşkilat tərəfindən ayrılmış, xüsusi komissiyanın iştirakı ilə tərtib olunur. Aktı bir nəfər tərtib eləmir. Aktı xüsusi komissiya tərtib edir. Məzmununa görə aktın müxtəlif növləri var. Cinayət aktı cinayət hadisəsi ilə bağlı olur. Dövlət aktı dövlət və ictimai əhəmiyyəti olan qərar deməkdir. Bir də bu və digər faktı açmaq üçün müəyyən edilən akt. Məsələn, deyir ki, körpü tikilib, istifadəyə verilib. Körpünün istifadəyə yararsız olması ilə bağlı nə tərtib olunur? Akt tərtib olunur. Yəni, hər hansısa bir faktı müəyyənləşdirmək üçün. Akt necə olur? Akt sözü böyük hərflə vərəqin yuxarı hissəsində yazılır. Ortada akt yazılır. Sol tərəfdə aktın tərtib edildiyi yer, sağ tərəfdə isə gün, ay və ili neyniyir göstərir. Sol tərəfdə yazır biləsi var, sağda isə yazır 8 iyul 2009-cu il. Aktı tərtib edənlərin vəzifəsi, adı, atasının adı və soyadı yazılır. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. Hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti neyniyir? Öz əksini tapır. Bu oldu akt. Məsələn, akt ümumiyyətcə hansısa bir məsələ ilə bağlı tərtib edilir də. Yəni burada nəyi müzakirə eləmişik, nə olub? Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur. Aktın sonunda nəticə verilir. Burada məsuliyyət daşıyan və yaxud işə vicdanla yanaşan şəxs göstərilir. Aktı tərtib edənlərin imzası isə aktın sonunda qoyulur. İndi baxaq, ortadan yazıda akt. Yazır ki, biz aşağıda imza edənlər, aha, aktı tərtib edənlərin imzası. Nə bilim, Pamuk Təmizləmə Zavodunun direktor müavini, baş mühasib, xəzinədar. Yoxlanan hadisə haqqında dəqiq məlumat verilir. Deyir ki, bu aktı ona görə tərtib edirik ki, yoxlama zamanı 18 iyul 2009-cu il üçün xəzinədə 254 manat pul. Bax, 254 manatı da həm rəqəm, həm hərflə qeyd edir. Sonda isə aktın sonunda nəticə verilir. Və testə düşə bilər ki, hansı əməl yazı nümunələri sonunda nəticə verilir? Aktın sonunda nəticə verilir. Niyə verilir? Çünki bax, akt nə üçün tərtib olunur? Məsələn, restoranla bağlı akt tərtib edirlər, düzdürmü? Yəni o aktın sonunda nəticə verilməlidir ki, görün bu aktı biz nəyə görə tərtib edirik? Yəni əgər məsələn restoranın işində bir problem varsa, o zaman nə edirlər? Şey deyirlər. Belə deyim də, aktı məsələn
restoran eğer işində bir problem varsa, o zaman deyirlər ki, hə, qoy bu akt qalsın. Düzdürmü? Yəni mütləq dərəcədə aktın sonunda nəticə verilməlidir ki, restoran bəlkə işində çoxlu problemlər var. Restoran sonrakı fəaliyyətinə ciddi təsir edir də, düzdürmü? Məsələn, hər hansısa bir yerə yoxlama gedəndə hamı nə edir? Belə deyim də, başlayır əsməyə ki, ay aman görürsən nə olacaq? Çünki aktın sonunda nəticə verilir. Yəni o müəssisənin taleyi o akta bağlıdır. Məsələn, Qida Təhlükəsizliyi Agentliyindən hər hansısa bir yerə yoxlama gedəndə nə olur? Mütləq dərəcədə nəticə verilir də. Qida Təhlükəsizliyi Agentliyi nə edir? Akt yazır, nəticə verilir ki, fəaliyyətimizə davam edək, yoxsa davam eləməyək. Bax belə. Sonra aktı tərtib edənlərin imzası isə aktın sonunda qoyulur. Pamuk təmizləmə zavodunun direktor müavini, baş mühasib, bir də xəzinədir. Belə. Bu da oldu bizim nəyimiz? Aktımız. Gəldik nəyə? Arayış. Arayış nədir? Arayış hər hansısa bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə müəyyən bir təşkilat tərəfindən neyinir? Verilir. Bir daha deyirəm, arayış hər hansısa bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə müəyyən bir təşkilat tərəfindən verilir. Bax, şəxsi kimlik nədir? Baxın, arayışın növləri var da, düzdürmü? Arayışın necə növləri var? Sağlamlıq haqqında arayış var, iş yeri haqqında arayış var, cinayət işi ilə bağlı arayış var, təhsil haqqında arayış var və s. O arayışın növləri nəyə qeyd edir? Bizim şəxsi kimliyimizi müəyyən edir də, düzdürmü? Baxın, arayışın növləri bizim, məsələn, universitet haqqında arayış bizim universitet kimliyimizi müəyyən edir. İş yeri haqqında arayış bizim iş yeri kimliyimizi müəyyən edir. Yəni, arayışın növləri o şəxsin iş yerini neyini müəyyən edir. Cinayət işi ilə yoğlamalı. Yəni bizim də şəxsi kimliyimiz sadəcə bizim ad və soyadımızdan ibarət deyil ki. Yəni şəxsin kimliyini sadə və mürəkkəb formada olur arayış. Onu da qeyd eləyək. Arayış necə tərtib olunur? Arayış sözü vərəqin yuxarı hissəsinə böyük hərflə yazılır. Arayışın altında sol tərəfdə təşkilatın ştampı qoyulur. Ortada arayışın məzmunu yazılır. Bir də həqiqətən sözü arayışın asar cümləsidir. Onu da deyək. Sonda isə arayışın təqdim olunduğu yer göstərilir. Ştampın üstündə arayışın nömrəsi və verildiyi tarix göstərilir. Axırda isə idarə rəhbərliyi nə edir? İmzalayır və möhür vurur. Məsələn, bu ortadan yazıldı arayış. Həqiqətən sözü arayışın asar cümləsidir. Həqiqətən Məmmədin Əmrin Məmməd qızı Sumqayıt şəhər 17 saylı məktəbin 10-cu sinifində oxuyur. Arayış 3 nömrəli mənzil istismar sahəsinə təqdim olunmaq üçün verilir. Məktəbin direktoru, bir də katib. Bu oldu nə? Arayış nümunəsi oldu. Belə, bitdi. Bir daha deyirəm, arayış nədir? Şəxsin kimliyini təsdiq etmək məqsədi ilə müəyyən bir təşkilat tərəfindən verilir. Sonra arayışı verən şəxsin imzası olur. Həqiqətən sözü də nədir? Arayışın asar cümləsidir. Gəldik elana. Elan nədir? Elan yazılı, çap olunmuş, bildiriş, xəbər, məlumat mənasını bildirir. Elan əməli yazıların sadə formalarından biridir. Elanın növləri var. Hansılardır? Afişa, anons, bildiriş, reklam və s. elanın növləridir. Ümumiyyətlə, elanın növləri də neyiniyir? Məlumatı əvvəlcədən çatdırmaq missiyasını yerinə yetirir. Sadəcə olaraq hərəsi bir formada çatdırır. Necə çatdırır? Elanda nə verilir? Məlumatın sayından asılı olmayaraq onun mahiyyəti, məzmunu aydın qeyd olunmalı, vaxtı, saatı dəqiq göstərilməlidir. Tədbirin keçiriləcəyi yer, ərazi, bina, otağın nömrəsi qeyd edilməlidir. Məlumatın kim tərəfindən verilməsi isə göstərilməlidir. Məsələn, gəlin burada bir elan 2019-cu il iyun ayının 20-sində saat 12:00-da Bakı şəhər 270 nömrəli məktəbin akt zalında Məktəb Pedaqoji Şurasının iclası neynəcəkdir? Olacaqdır. Bir də iclasın feili gələcəyə aid olur. Çünki acaq-əcək, olacaq, baş verəcək. Çünki elanın feili gələcəyə baş verir də, gələcəkdə olan hadisəni neynir? Əvvəlcədən çatdırır. Bir də gündəlik. Elanın gündəlik hissəsi də olur. Onu da qeyd edeyim. Baxın, elanın gündəlik hissəsi də olur. Elanın gündəlik hissəsində hansı məsələlər müzakirə ediləcəksə, elanın gündəlik hissəsinə onu qoyur. Müzakirə edilən məsələləri qoyur. Məsələn, bax, bura verir ki, 2018-2019-cu il tədris ilinin buraxılış imtahan nəticələri, məktəbin dərslik fondunun vəziyyəti barədə də cari məsələlər. Bax, bu nə oldu? Elana aid oldu.
Yəni əvvəlcədən məsələn iclasdır, cəmaatı yığıb bura, düzdürmü? Əvvəlcədən hansı məsələni müzakirə edəcəksə, onları qoyur. Və gündəlik hissəsi non verir. Ən sonda isə direktorluq, bir də tarixi verir. Elanın sonunda direktorluq, bir də neyinir? Tarixi də verir. Bitdi. Gəldik nəyə? Bildirişə. Bildiriş nədir? Bildiriş də elanın bir formasıdır. Bildiriş də məlumatı neyinir? Əvvəlcədən çatdırmaq missiyasını yerinə yetirir. Sadəcə olaraq fərqli formada çatdırır. Bir də bildirişin özünə məxsus xüsusi fərqləndirici bir hissəsi yoxdur. Onu da deyim. Yəni necə? Deyə bilərsiniz ki, məsələn, bildirişlə elanı necə ayıraq? Xüsusi bir şey yoxdur. Amma bir dənə fərq nədir? Bildirişin sonunda tarix verilmir. Bildirişin sonunda müdiriyyətin imzası olunur belə. Gəlin bildirişə baxaq. Nə deyir? Deyir ki, sentyabr ayının 25-də saat 18:00-da şəhərin mərkəzi meydanında bələdiyyə üzvü ilə namizədlərlə görüş keçiriləcəkdir. Görüşdə iştirak etmək sərbəstdir. 22 sentyabr Dairə Seçki Komissiyası. Bu oldu nə? Oldu bizim bildirişimiz. Yəni xüsusi fərqləndirici bir hissəsi yoxdur. Gəldik afişaya. Afişada fransız sözü olub. Məlumatı çatdırıb. Necə çatdırır? Afişa konsert, tamaşa, idman yarışı haqqında verilən məlumatdır. Elan deməkdir. Afişada nə verilir? Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhrəmovun Respublika Stadionu 20 sentyabr 2019-cu il Futbol üzrə Respublika çempionatı Neftçi, Bakı, Simon oyun saat 20:00-da başlanılır. Biletlər satılır. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Bax, bu nə bir nümunədə afişa. Afişa məlumatı necə çatdırır? Tamaşa, konsert, idman yarışı haqqında vurulan elandır. Yəni məlumatı neyiniyir? Divarın üstünə vurur da belə deyək. Reklam. Reklam da elanın bir formasıdır. Reklamın mənası nədir? Qışqırmaqdır. Daşıdığı mənaya görə elan nədir? Bir adama bir şey şöhrət qazandırmaq, yaxud müştəri, istehlakçı, tamaşaçı cəlb etmək, bir adam bir şey haqqında məlumat verən, diqqəti cəlb edən elan plakat mənasına neyinir? İşlənir. Amma indi bir şey deyim. Mesela bir dəqiqə sağ olsun 21-ci əsr reklamdır da, hər şey reklamdır. Düzdürmü? Reklamın bilirsiz nədir? Reklamın fərqləndirici hissəsi odur ki, reklam mütləq dərəcədə açar bir cümlə olur orada. Yəni loqo bir cümlə olur. Bax, məsələn məhsullar var ha. Hansısa bir məhsulu reklam edəndə nə olur? Orada mütləq dərəcədə o reklamın bir loqo cümləsi olur. Məsələn, adı bizim, dadı sizin. Nə bilim, məhsullarımızı alın, bizdən razı qalın və ya faydasını alanlar bilər. Nə bilim, mütləq dərəcədə, yəni reklamı bax o açar, loqo cümləyə görə nə etmək olar? Fərqləndirmək olar. Dursun, nə bilim, həyatınız gözəl olsun. Bax, reklamı bu formada bilir, reklam da tezdə düşür. Sonra gəldik anonsa. Anons nədir? Anons radio, televiziya və mətbuatda tamaşa, konsert, kino, film haqqında əvvəlcədən verilən müxtəsər elan mənasını nə edir? Daşıyır. Məsələn, deyir ki, televiziyanın Space kanalından Update 2019 verilişindən fraqmentlər göstərilir. Verilişin efirə gedəcəyi saat və tarix deyilir. Bu nədir? Anonsdur. Anons da məlumatı çatdırır. Amma məlumatı harda çatdırır? Radio və televiziya vasitəsilə nə edir? Bizə çatdırır. Bir. Ərizə. Ərizə ərz etmək sözündəndir. Ərizə əməli yazıların ən sadə formalarından biridir. İki formada işlənilir. Şikayət xarakterli ərizələr, bir də xahiş etmək məqsədi ilə yazılan ərizələr. Şikayət xarakterli ərizə, xahiş etmək məqsədi. Şikayətlə bağlı olursa, evimdə suyum gəlmir, durub şikayət xarakterli ərizə yazacağam. Xahiş etməkdə nə mənada ola bilər? Məsəl üçün, xahiş etmək məqsədi ilə olan ərizə deyə bilərik ki, məsələn, məzuniyyətə çıxmaqla bağlı xahiş məqsədi ilə bir ərizə yazırsan, nə bilim, məsələn, icazə ilə bağlı yazırsan ki, xahiş edirəm ki, günlük icazə verin, gedim bitim evimdə. Bax, belə bir tipli bir şeydir. Ərizələr də sadə və mürəkkəb formada olur. Ərizə necə olur? Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır. Ərizənin məzmunu yığcam, faktlar isə konkret olunmalıdır. Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır. Bir də nəyə qeyd edin? Ərizə, izahat, tərcümeyi hal şəxsin öz xətti ilə yazılmalıdır.
ərizə, izahat, tərcüməyə. Testdə işləyəcəksiniz. Deyir, hansı əməli yazı nömrələri şəxsin öz xətti ilə yazılır? Ərizə, izahat, bir də tərcüməyə hal. Ərizənin sonunda isə il, ay, gün və ərizəsinin imzası nə etməlidir? Qoyulmalıdır. Belə. İndi gəlin ərizəyə baxaq. Bir də nəyə qeyd edeyim? Ərizə ilə izahatın başlanğıc forması da bir-birinə bənzəyir. Testlərdə bu da var, bunu da görəcəksiniz. Yenə testə düşür ki, hansı əməli yazı nümunələrinin başlanğıc forması bənzəyir? Ərizə, izahat, ərizə ilə izahatınki bir-birinə bənzəyir. Və niyə? Ərizədə, izahatda da kimə və kimdən yazılması dəqiq olur. Məsələn, verir ki, Mingəçevir şəhər liseyinin direktoru cənab Mail İsmailova həmin məktəbin 9-cu sinif şagirdi İsrafil Əliyevdən ərizə. Bax, kimə və kimdən yazılması. Mənə məxsus 50 ədəd bədii kitabın məktəbin kitab fonduna qəbul olunmasına icazə verməyinizi xahiş edirəm. İmza bir də tarix. Bu olduğuna ərizə nümunəsi oldu. Belə, bitdi. Bu oldu bizim ərizəmiz. İndi gəldik izahata. Baxın, izahatı da fikir verəcəksinizsə, izahatın da başlığında kimə və kimdən yazılması göstərilir. Məsələn, yazır ki, izahat ərəb mənşəli sözdür. İzah sözünün cəmi mənasını verir. Geniş mənada hər hansısa bir məsələni, hərəkəti, sözü ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə mənalarını nə edib bildirir. İzahat bilirsiz necə əməli bir yazı nümunəsidir. Yəni, mən həmişə deyirəm də, bir günahkarsan, qarşındakı insana o günahkarlığın səbəbini izah edirsən. Yəni izahat nədir? Həmişə hər hansı bir səhvin var, belə deyim də, qarşındakı insana səhvini izah etmə məcburiyyətində qalırsan ki, bunu belə elə, onu elə, bax bu formada. Yəni izah edirsən neyəsə. İzahat yazılı və şifahi olur, sadə və müfəssəl olur. Müfəssəl geniş deməkdir. İzahat tərtib olunarkən nələrə fikir verilməlidir? Kimə və kimdən yazılması dəqiq olmalıdır. İzah olmalı, şərh edilen məsələ aydın olmalıdır. İzahatı hər kəs özü yazmalıdır və əxlam edilməli. İzahat ərizə tərcüməli şəxsin özü yazmalıdır. İzahatla ərizənin başlanğıc forması bənzəyir. İzahatın sonunda isə il, ay, gün və izahatı yazan şəxsin nə olmalıdır? İmzası qoyulmalıdır. İndi gəlin yazaq izahatın yazılma forması. İzahatın kimə və kimdən yazılması deyir ki, dəqiq olmalıdır. Göyçay şəhər 7 nömrəli məktəbin direktoru cənab Arif Məmmədova həmin məktəbin 10-cu sinif şagirdi Səlim Kərimlidən izahat və Səlim Kərimlidən ərizə də ola bilər. Belə. İndi nəyi verir burada? Deyir ki, məktəbə gələrkən avtobus yolda xarab olduğundan yolun müəyyən hissəsini piyada gəlməli oldum. Ona görə də cədvəli üzrə bir və ikinci dərslərdə iştirak edə bilmədim. Xahiş edirəm ki, vəziyyəti nəzərə alıb dərslərdə iştirak edə bilməməyimi üzürlü hesab edəsiniz. İzahatı özüm yazdım və imzala nə edirəm, təsdiq edirəm. Belə. Bu oldu nə? İzahat. Bir daha deyirəm. Demək, ərizə ilə izahatın başlanğıc forması bir-birinə bənzəyir. İzahat neyinir? Hər hansısa bir məsələni izah edir. Bir də izahatın da, ərizənin də sonunda, yəni tarix, imza neyinir qoyulur. Gəldik nəyə? Əmrə. Əmr testlərə çox da düşmür. Əmrin elə fərqləndirici, əmr nədir? Ərəb sözü olur. Bu isə bizə lazımdır. Bir işin görülməsi üçün verilən hökm müəyyən göstərişdir. Əmr rəsmi sənəddir. Bir işin görülməsi üçün verilən hökm və ya göstəriş, hökumət orqanların, idarə müəssisələrinin rəsmi sərəncamı mənasında işlənilir. Əmr işə qəbulla, işdən çıxarılma, həvəsləndirmə, cəzalandırma və s. ilə əlaqədar tərtib oluna bilər. Adətən yazılı formada olur. Vərəqin yuxarı hissəsində müəssisənin adı, yəni sətirdən əmrin nömrəsi yazılır. Vərəqin sol tərəfində əmrin verildiyi yer, sağ tərəfində isə gün, ay və il yazılır. Əmrin məzmunu dəqiq, aydın ifadə olunur. Axırda isə təşkilatın, rəhbərinin imzası, adı, soyadı yazılır və möhürlə təsdiq olunur. Məsələn, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası üzrə əmr nömrə 105 verilməsini göstərildi. 20 oktyabr 2019-cu il. 15 oktyabr 2019-cu il tarixində keçirilmiş Respublika Kimya Olimpiyadasında mükafata layiq ikinci yeri tutduğuna görə əmr edilir. Belə. Gəldik nəyə? Vəkalətnamə. Vəkalətnamə nədir? Etibarnamə deməkdir. Vəkalətnamə vəkillik kağızı deməkdir. Daşıdığı mənaya görə müəyyən işi görmək və ya qiymətli bir əşyanı hər hansısa bir təşkilatdan almaq üçün vəkil edilən şəxsə vəkil edən tərəfdən verilən rəsmi sənəddir.
Vəkalətnamə həm təşkilatlar arasındakı əməliyyata, həm də müəyyən şəxsə aid ola bilər. Bir də təşkilatların bir-birinə verdiyi vəkalətnamə mətbəədə xüsusi formada hazırlanır. Vəkalətnamə kimə verilirsə, onun adı, atasının adı, soyadı və vəzifəsi göstərilir. Vəkalət verən şəxs və ya təşkilat göstərilir. Alınan əşyanın miqdarı göstərilir. Vəkalətnamənin müddəti həm rəqəm, həm hərflə qeyd olunur. Sonra vəkalətnaməyə məsul olan şəxsin imzası olmalıdır. Bir də nə olmalıdır? Vəkalətnamənin verildiyi tarixdə göstərilməlidir. Bu oldu bizim nəyimiz? Vəkalətnamə. İndi gəlin baxaq. Deyir ki, mən 3 nömrəli Peşə Liseyinin müəllimi Taloblu Kənan Elşənoğlu adıma göndərilmiş bağlamanı poçt şöbəsindən almağı iş yoldaşım Həsənli Elşad Vahidoğluna etibar edirəm. Baxın, demək, vəkalətnamənin kimə və kimdən verilməsi neyinə göstərildi. Dedi ki, mən 3 nömrəli Peşə Liseyinin müəllimi Taloblu Kənan Elşənoğlu iş yoldaşım Həsənli Elşada neyinirəm? Etibar edirəm. Sonra Elşadın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini göstərilir. Belə, bu da oldu bizim nəyimiz? Vəkalətnamə nümunəmiz. Gəldik nəyə? Məktub. Məktub əməli yazıların sərbəst formalarından biridir. Bir daha deyirəm, məktub əməli yazıların sərbəst formalarından biridir. Ümumiyyətlə sizə nəyə qeyd edeyim burada? Məktub e, həm rəsmi əməli yazı nümunəsidir, həm də işgüzardır. Bu nə deməkdir? Ölkələrin bir-birinə göndərdiyi məktub rəsmidir. Ölkələrin. Məsələn, prezident bir-birinə göndərsə o rəsmidir. Amma bir də var ki, məsələn, mən evimdə oturmuşam, rayonda yaşayan bir dostuma, bir rəfiqəmə nə edirəm? Məktub göndərirəm. O isə işgüzardır. Onda qeyd edin. Sonra, yəni həm məktub o mənada həm rəsmi əməli yazı nümunəsidir, həm də necədir? İşgüzar əməli yazı nümunəsi sayıla bilər. Sonra gəldik bura nəyə? Məktubun hissələridir. Məktubun hissələri hansılardır? Müraciət hissəsi, ümumi hissə, fərqləndirici, bir də nəticə. Müraciət, ümumi, fərqləndirici, bir də nəticə. Məktubun hissələri yadınızdan çıxsa, WhatsApp-ı yadınızda saxlaya bilərsiniz. Niyə? WhatsApp da elə müasir məktubdur da. Niyə? E, WhatsApp-da da məsəl yazırsan da. Məsələn, WhatsApp-da birinə mesaj yazanda necə yazırsan? Müraciət hissəsi, salam ana. Ümumi hissə, necəsən, neynirsən, işin, gücün, halın, əhvalın. Fərqləndirici hissə, məktubu niyə yazmısan? Fərqləndirici. Ən sonda isə yekunlaşdırıcı. Yəni məktubun sonluğu. Demək bir daha deyirəm, məktubun hissələri WhatsApp-la yadda saxlaya bilərik. Müraciət hissəsi, ümumi hissə, fərqləndirici, bir də yekunlaşdırıcı. Yəni məktubun sonu. Gəldik tərcüməyə hala. Tərcüməyə hal nədir? Həyatının əsas məqamlarını ardıcıl şəkildə təsvir etməsidir. Yəni həyat tarixçəsidir. Tərcümə həyatın müxtəlif sahələrində istifadə olunan bir əməli yazı nümunəsidir. Tərcümə halda nə zaman istifadə olunur? Ali və orta ixtisas məktəblərinə qəbul olunanda, rəhbər vəzifəyə irəli çəkiləndə, ictimai-siyasi təşkilata üzv qəbul olunanda, şəxsin özü haqqında ətraflı məlumat verilməsi məqsədilə nə edir yazılır. Tərcümə yolda nə verilir? Hamımız yazmışıq, hamımız bilirik. Şəxsin doğulduğu il, ay, gün, yer göstərilir, faktlar göstərilir. Bir də tərcümə yol sadə və mürəkkəb formada olur, onu da bilir. Məsələn, sadəni ibtidai sinif şagirdləri yazırlar, daha qısa məlumat olur. Mürəkkəb isə təşkilatların bir-birinə verdiyi olur. Şəxs özünü, daha doğrusu mürəkkəb tərcüməyə halda həm özünün, həm də valideynlərin həyatı, məşğuliyyəti haqqında daha geniş məlumat verilir. Mürəkkəbdə daha geniş məlumat verilir. Gəldik nəyə? Burada protokola. Protokol 3 birinci vərəq, kolos yapışdırmaq. Yəni vərəqi yapışdırmaq deməkdir. Protokol 3 birinci vərəq, kolos yapışdırmaq. Yəni vərəqi yapışdırmaq. Çağdaş dövrümüzdə bax protokolun müxtəlif işləmə mədəlləri var. İclas, müşavirə və plenumda söylənilən çıxışları və çıxarılan qərarları təzahür etdirmək üçün nə olur? Protokol yazılır. Bir daha deyirəm, iclas, müşavirə və plenumda söylənilən çıxışları və çıxarılan qərarları təzahür etdirmək üçün protokol tərtib oluna bilər. Sonra hər hansısa bir ictimai qaydanın, dövlət qanununun pozulması ilə də əlaqədar protokol tərtib oluna bilər. Dövlətlər arası saziş müqavilə bağlanan zamanda, məsələn, bu iki ölkə arasında sülh protokolu imzalandı. Məsələn,
İkinci Qarabağ müharibəsindən sonra nə oldu? E, Qarabağla Azərbaycan arasında nə oldu? Ermənistanla Azərbaycan arasında sülh protokolu imzalandı. Bu aktda da var. Bir də iclas olan zaman, bax məsəl üçün mən orta məktəbdə işləyirəm də, düzdürmü? Orada mütləq dərəcədə iclas varsa, mütləq iclas bitəndən sonra protokol hazır olmalı. Bir də məsələn yol hərəkəti qaydaları ilə pozulması ilə əlaqədar da nə olur? Protokol tərtib oluna bilər. Yol hərəkəti ilə bağlı. Məsələn, yolda hər hansısa bir qaydanı pozursunuz, orada nə? Cərimə protokolu imzalayır. Belə. Protokol da sadə və mürəkkəb formada da ola bilər. Vərəqin ortasında protokol və onun nömrəsi nə olur? Böyük hərflə yazılır. Məsələn, ortadan yazıldı protokol nömrə 1, protokol nömrə 2. Təşkilatın adı, tarix, yığıncağın keçirildiyi yer qeyd olunur. İclasda iştirakçıların sayı göstərilir. Yığıncağı idarə etmək üçün sədr və katib seçilir. Gündəlik məsələlər eşidildi, çıxışlar, ən sonda isə nə olur? Qərar verilir. Bir daha deyim ki, sədr və katib sözünü gördünüzsə, bilin ki, bu protokoldur. Sədr və katibin imzası mütləq dərəcədə nə olmalıdır? Protokolun sonunda olmalıdır. Gəlin baxaq. Məsələn, ortadan yazılır. Protokol və onun nömrəsi. Yazır ki, 2019-cu il iyun ayının 19-da Şəmkir şəhər Füzuli adlı orta məktəbin pedaqoji şura iclası keçirildi. Bax, tarixi, yeri qeyd elədim. İştirak etdi. Neçə nəfər iştirak etdi? 72 nəfər müəllim, valideyn komitəsinin sədri, təhsil şöbəsinin nümayəndəsi. Kimlər iştirak elədi onu? İclasın gündəliyi. Bax, protokolda iclasın gündəliyi hissəsində hansı məsələlər müzakirə ediləcəksə, onu qoyur iclasın gündəliyini. Elanda da var idi. Məsələn, iclasın gündəliyi hissəsi həm elanda var, həm də protokolda da var. Amma necə ayrılsa, elandakı fe'l gələcəyə aid olur. Deyir ki, keçiriləcək. Protokolda isə keçmişə aid olur. İclas keçirildi. İclas keçiriləcək elanda. Çünki elan əvvəlcədən. Protokol isə iclas keçirildi. Keçmişə aid olur. İclasın gündəliyi. Bax, protokolda iclasın gündəliyi hissəsində yəni hansı məsələləri qoyulsa onları müzakirə edilir. Mərkəzləşdirilmiş buraxılış imtahan nəticələri, məktəbdə aparılan təmir işləri barədə. Eşidildi. Protokolun eşidildi hissəsində deyir, birinci məsələ barədə məktəbin direktoru Məmmədov məruzə etdi. Kimlər məruzə edir? İkinci məsələ barədə məktəbin təsərrüfat işləri üzrə direktoru müavini neynədi? Məruzə etdi. Çıxışlar. Çıxışlar hissəsində isə kimlər hansı məsələlərə bağlı çıxış edir, onu qeyd edir. Məsələn, 11B sinifinin rəhbəri Zahidova şagirdlərin imtahana hazırlaşmaları, sınav imtahanları barədə neynədi? Çıxış elədi. Valideyn komitəsinin sədri nə ilə bağlı çıxış elədi o. Ən sonda isə qərar. Ən sonda isə nə edir? Qərar hissəsində. Qərar hissəsində isə məsələn nə qərar verildi? Şagirdlər imtahanlara daha ciddi hazırlaşsınlar, çoxlu sınaq imtahanları təşkil edilsin. Nəsə oldu qərar. Belə. Bir də protokolun sonunda isə nə olur? Sədr və katibin imzası verilməlidir. Belə. Rəy. Rəy nədir? Rəy kommentdir də, belə deyim. Bax, indi bir dəqiqə hər bir sosial şəbəkənin nəyi var? Özünə məxsus komment hissəsi var. Rəy bildirirsən. Rəy nədir? Bir şey haqqında fikir, mülahizə, söz. Yəni neynisən? Hər hansısa bir şey haqqında fikir bildirirsən, mülahizə irəli sürürsən, rəy bildirirsən. Nəsə, fikir. Rəy hər bir şey haqqında ola bilər. Rəy əməli yazı növü kimi əsər, tamaşa, konsert, kinofilm, inşa, təhlil və təqdimini ehtiva edən yazı, resenziya, məqalə mənasında işlənilə bilər. Rəy hər bir şey haqqında ola bilər. Baxın, ə, ağlınıza gələn hər bir şey haqqında. Bir də onda qeyd edeyim ki, rəyin asar sözü nədir? Müsbət və mənfi, təhlil və tənqid sözü rəyin asar sözləridir. Bir daha deyirəm, müsbət və mənfi, təhlil və tənqid sözü rəyin asar sözləri neyini sayılır? Yəni, çünki ən sağlam rəy bilirsiniz nədir? Bir şeyin sadəcə mənfilərini qeyd eləmək olmaz. Bir şeyin sadəcə müsbətlərini də qeyd eləmək olmaz. Ən sağlam rəy odur ki, o şey haqqında müsbətləri də qeyd eləməlisən, mənfiləri də qeyd eləməlisən və təklif və tövsiyələrini də bildirməlisən. Bax, ən sağlam odur. İndi rəyin başlığında rəyin kimə yaxud nəyə verilməsi göstərilir. Səhifənin ortasında rəy sözü yazılır. Müsbət və mənfilər rəyin ümumi hissəsində qeyd olunur. Təklif və tövsiyələr isə rəyin nəticə hissəsində qeyd olunur. İmza. Rəis bu hissədə adını, atasının adını, soyadını yazır və imza qoyur. Tarix.
İmzasının altında bütöv şəkildə nə edir? Gün, ay və ili nə edir? Göstərir. Məsələn, gəlin burada bir rəy nümunəsinə baxaq. Gəncə şəhər 23 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təşkil olunan məktəb sərgisində nümayiş etdirilən əl işlərinə dair rəy. Bax, kimə və yaxud nəyə verilməsi göstərildimi? İndi rəyin ümumi hissəsində təklif və müsbət və mənfiləri nə edir? Qeyd edilir. Bir sərgidə müxtəlif siniflərdə oxuyan şagirdlərin rəsm əsərləri, tikmələri, taxtadan düzəltdikləri müxtəlif əşyalar, sərgilər nə edir? Nümayiş etdirilir. Şagird təxəllüyünü, şagird yaradıcılığına məhsulu barədə nə edir? Diqqəti cəlb edir. Müsbət və mənfilər. İndi təklif və tövsiyələri. Deyir ki, sizə bir neçə tövsiyə vermək istəyirəm, təklif vermək istəyirəm. Bu tür sərgilərdə şagirdlərin kütləvi iştirakı neynəsin? Təmin olunsun. Sərgiyə təqdim olunacaq işlər əvvəlcə mütəxəssislərə göstərilsin, şagirdlərə müəyyən məsləhətlər verilsin. Gördünüzmü? Müsbəti mənfini qeyd elədimi? Təklif və tövsiyəsini qeyd elədimi? Bitdi. Bir də imza. Deyir ki, İsmail Tahiroğlu Həkimov ən sonda isə nə edir? Tarixi qeyd elədi. İmza bir də tarix. Edin. Gəldi teleqrama. Tele uzaq qrama yazıram, yəni uzağa yazıram. Ümumiyyətlə teleqram elə bir əməli yazı nümunəsidir ki, daha çox uzağa yazılmaq üçün istifadə olunur da, belə deyək. Bu və ya digər məlumatı təcili şəkildə uzaq məsafəyə teleqram vasitəsilə çatdırmaq mümkündür. Teleqramın iki növü var. Müəyyən bir hadisə haqqında məlumat vermək, yaxud məlumat almaq üçün hazırlanmış teleqram. Burada müəyyən məlumat öz əksini tapır. Bir də pul köçürməklə bağlı teleqramda isə pulun miqdarı neynir? Öz əksini tapır. Teleqramı yazanda nəyə fikir verilir? Ünvan, şəxsin adı, soyadı dəqiq olmalıdır. Məzmunu yığcam, aydın və mənalı yazılmalıdır. Mətndə iki mənalı, kobud sözlər olmamalıdır. Rəqəmlər isə adətən nə olmalıdır? Hərflə yazılmalıdır. Məzmununa görə üç forması var. Adi, təcili, xüsusi. Adidə sözlərin ümumi miqdarı az olur. Təcilidə isə ən tez zaman ərzində sahibinə çatdırılmalıdır. Xüsusi teleqramı vurarkən isə teleqramı vuranın şəxsiyyət vəsiqəsi neyinir? Tələb olunur. Məsələn, ölüm haqqında vurulan teleqram necə olmalıdır? Həkim tərəfindən təsdiq olunmalı, həkimin adı, atasının adı, soyadı mütləq göstərilməlidir. Dövlətlər arasında istifadə olunan xüsusi teleqramlar isə kim imzalayır? Dövlət başçıları imzalayır. Gəlin bir teleqrama baxaq. Bakı şəhəri, Ülvi Binəzadə küçəsi, ev 1, mənzil 18. Kimə və kimdən verilməsi. Abbas Məhəmmədoğluna sizi anadan olmağınızın 75 ili münasibətilə təbrik edib, can sağlığı, xoşbəxtlik edirəm, arzularım. Almaniyadan Ucar Aşır. Belə. Hesabat. Hesabat nədir? Hesabat verilən tapşırığın yerinə yetirilməsi. Görülmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazı və ya şifahi şəkildə verilən rəsmi məlumat. Hesabat hər hansısa bir iş görürsən, gördüyün iş haqqında neyinirsən, məlumat verirsən. Hesabata verilən tələblər bunlardır. Hesabat inandırıcı olmalıdır. Faktlar və rəqəmlər dəqiq olmalıdır. Hesabatda təkrarlara, yorucu fikirlərə yol verilməməlidir. Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı, soyadı göstərilməli, sonda isə nə olmalıdır? İmza qoyulmalıdır. Bu da oldu bizim nəyimiz? Hesabatımız. Belə. Demək, məsələn, ben deyir ki, nə deyir? Amiyanın doktorantı Sevil Əliyevanın dərs ilinin birinci yarısında görülmüş işlərə dair verdiyi məlumat nə adlanır? Adlanacaq hesabat. Belə. Gəldik xəssiyyətnaməyə. Xəssiyyətnamə isə xəssiyyət və namə sözlərinin birləşməsindən əmələ gəlir. Hər hansısa bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır. Xəssiyyətnamənin işlənmə dairəsi genişdir. Belə ki, işə, rəhbər vəzifəyə seçildikdə və yaxud dövlət orqanları tərəfindən tələb olunduqda hər hansısa bir şəxs haqqında nə olur? Xəssiyyətnamə verilir. Xəssiyyətnamə əməli yazı növü kimi rəsmi üslubda yazılır.
Xəssasnamə necə olmalıdır? Dövlət sənədi kimi xəssasnaməni idarə rəhbəri verir. Xəssasnamədə şəxsin ictimai, əmək fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri təhlil olunur. Kimə, kimdən, haraya təqdim olunması gözlənilir. Xəssasnamələr müzakirə olunur və yaxalanılır. Xəssasnamənin həcmi 1-2 səhifədən artıq olmur. Xəssasnaməni ən az 2 məsul şəxs imzalayır və möhürlür. Xəssasnamə ilə bil nədir? Yəni sən işlədiyin yer haqqında, işlədiyin yerdə müdirin sən haqqında nə edir? Sən xarakterin haqqında məlumat verir ki, necə işləyib, nə edir, nə bilim hansı nailiyyətləri olub və s. Belə. İndi gəlin biraz təkrarlayaq. Ərizə, izahat, tərcümə şəxsin öz xətti ilə yazılmalı. Ərizə ilə izahatın başlanğıc forması bir-birinə bənzəyir. Aktla protokolda tarix əvvəldə göstərilir. Protokolun sonunda sədr və katibin imzası olur. Müsbət və mənfi, təhlil və tənqid rəyin açar sözüdür. Həqiqətən sözü arayışın açar sözüdür. Sonra əməli yazıların ən sərbəst forması məktubdur. Məktubun hissələri müraciət hissəsi, ümumi hissə, fərqləndirici, bir də olacaq nəticə hissəsi. Müraciət, ümumi, fərqləndirici, bir də nəticə. Belə. Bu da oldu bizim nəyimiz? Əməli yazı nümunələrimiz. Bitdi. İndi isə keçdik nəyə? Gəlin bunların testlərindən baxaq. Nigardan başlayırıq. Testdə demək uşaqlar neçə baxacağıq? 2-2 baxacağıq. Hər kəs 2 testə baxacaq. Bir də səni qövbünə başlayın demək. Səni Nigar biraz müzəldir. Aha. Nigar, birinci testdən getdik. Buyur Nigar, 2 testə baxacağıq. Sabahınız xeyir müəllimə. Sabahın xeyir olsun Nigar. Bir əsər, tamaşa, konsert, kinofilm və s. təhlil və tənqidini ehtiva edən məqalə, yazı, rezensiyadır, söhbət hansı əməli yazı nümunəsindən gedir. Rəy. Bəli. Ay sağ ol. Təhlil və tənqid müsbət və mənfi varsa rəy. Qəşəng, düzdür, bəli. Düzdür. Gülbəniz, Gülbəniz üzrə. Nigar, düşə baxaq. Verilmiş fikir hansı əməli yazı nümunəsinə aiddir? Hər hansı bir şəxsin kimliyini təsdiq etmə məqsədilə bu və ya digər təşkilat tərəfindən arayış verilir də. Düz Nigar, təşəkkürlər, təşəkkürlər. Danışamıram. Düzdür. Gülbəniz nə dedi? Demək, Gülbəniz, hər vaxtın xeyir olsun Gülbəniz. Hər vaxtınız xeyir müəllimə. Necə Gülbəniz? Neçəni oxuyum müəllimə? Hə, 13, 13. 13. Məktəb direktoru katib. Bu arayış nümunəsidir. Ay sağ ol. Bəli, həqiqətən varsa arayışdır, düzdür. Birinə də baxırıq Gülbəniz. 15-ə baxaq. Cinayət əhəmiyyətli, dövlət əhəmiyyətli, bu və ya digər bir faktı atmaq üçün tərtib edilən əməli yazı nümunəsi. Cinayət əhəmiyyətli olduğu üçün Nə olar? Cinayət. dövlət əhəmiyyətli. Akt. Akt. Başlayalım. Hı hı. Protokolun cinayətlə əlaqəsi yoxdur. Bəzən tələbələr fikir verirəm, aktın protokolu səhv salırlar. Yazıq aktın, siz necə? Protokol elə bir ki, sadə əməli yazı nümunəsidir, sakitdir. Protokol öz yerində oturur. Protokol nədir? Yol hərəkətin, nə bilim, pozdun və ya iclasla bağlı olur, iki ölkələr arasında sənəd kimi olur, hər hansısa bir ictimai qaydanı, normanı pozanda, nə bilim, zibil atdın, nə bilim, yol hərəkətin pozdun, odur. Amma akt daha ciddi, daha əməli, belə əməli yazı nümunəsidir. Bəli. Rüfanə ilə davam edir. Rüfanə 16-ya baxaq. Rüfanə səs aça bilmir. Dünən də səs aça bilmədi, səhv eləmirəmsə. Tamam Rüfanə. Ayşən. Ayşən 16-ya baxırıq. Müəllimə, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsim adlı Dilçi Institutunun doktorantı tamamlayıb özünü dissertasiya haqqında fikir bildirirsə, rəy olar da. Ay sağ ol. Düzdür, bəli. Düzdür, təbii ki. 20-yə də baxaq.
Bu əməli yazı nümunəsini şəxs öz xətti ilə yazmalıdır. Demişdik, izahatdır, ərizə, bir də Arz. üçüncü hansıydı? Tərcümeyi hal. Burada da Bəli. izahat var, Y variantı. Ərizə, izahat, tərcümə yox. Düzdür. Bəli. Demək Ayşən, ikisinə baxdı Ayşən. Ləmanla gedirik. Ləman 23-ə baxaq. Tamam. Oxucu onun vasitəsilə hər hansı bir kitabın məzmunu ilə daha yaxından tanış ola bilir. Müəllifin özü də yaza bilər, tənqidçi də. Məqsəd necə cümlə ilə şərh edilir. Hər hansı bir kitabın məzmunu ilə daha yaxşı tanış ola bilir. Anotasiya olar. Ay, sağ ol. Anotasiyadır. Düzdür, bəli, anotasiya. Kitab haqqında məlumat verir, düzdür. Getdik, bircə saniyə. Ləman 29-a baxaq. Bu əməli yazı növünün adı Yunanca tərcümədə ilk, birinci vərəq, yapışdırmaq mənalarını ifadə edir. Yapışdırmağı protokola demişdiniz. Ay, sağ ol. Düzdür, bəli. Fidanla gedirik. Fidan 35. Axşamınız xeyir. Hansı müəllim? 35. Hə, Fidan 35, bəli. Şagird müntəzəm olaraq dərsə gecikirsə, məktəb direktoru ondan hansı əməli yazı növünü tələb edə bilər? Yəqin ki, izahat olar da, izah eləyər gecikməyinin səbəbini. Bəli, düzdür Fidan, düzdür. Fidan 37. 37. Müəllim yeni dərsliyi diqqətlə oxuyur və bu barədə mətbuatda bir yazı ilə çıxış edir. Bu yazı növü necə adlanır? Hı. Müəllim bir də dərsliyi diqqətlə oxuyur və bu barədə elan. Yox, bax, müəllim. Məsələn, mən yeni bir dərslik çıxır, düzdürmü? O dərsliyi oxudum. Sonra bu barədə bir yazı ilə çıxış edirəm. Məsələn, hər hansısa bir Azərbaycan dili müəllimi bir dərslik çıxarıb filan. Mən də sonra o dərsliyi oxuyub, dərslik haqqında fikirlərimi bildirirəm. Bu nədir? Rəydir də fidan. Niyə? Çünki Hə, yeni rəy çıxan bildirmək, dərslik hə. haqqında mən nə edirəm? Baxıb fikir bildirirəm. Rəydir. Aha. Yaxşı. Sarvan. Sarvan 38-ə baxaq. Salam müəllim. Salam. Küçədən hara getdi o? Küçədən atılan daş sinifin pəncərəsinin şüşəsini sındırır. Bu zaman hadisə ilə bağlı məktəb direktoru sinif rəhbəri ilə birlikdə hansı sənədi hazırlaya bilər? Bildiriş. Yox, bildiriş nə? Nəsə bildirib ki, buranı sındırmısınız? Yox. Əgər elə ərizə ola bilməz. Ola bilməz. Akt bu dedik ərizə isə buna dəxli yoxdur. Hesabat bəs. Məsələn, hesabat verir. Hesabat verir ki, başlarımın pəncərəsini vurub sındırmışam. Akt. Sarvan, akt. Akt imzalayır Akt. ki, hə, aktdır da. Akt bu necə? Biraz lori, biraz belə qəribə bir cümlə deyim uşaqlar. Akt elə bil şübhən insanlar olur, belə problemli insanlar. Hara gedirsə Hə. başına problem alsın. Akt bir növ problemin olduğu yerdə yaranan bir əməli yazı nümunəsidir. Məsələn, evə oğru girdi, polis gəlir, aktlaşdırır, düzdürmü? Küçədə 2 nəfər dava edir, polis gəlir, aktlaşdırır. Akt elədir. Bir problemin, cəncəlin olduğu yerdə. Başa düşdünüzmü? Aktı daha çox Məsələn, dövlət səviyyəsində üzr istəyirəm. götürdüm. Ona görə Üzr istəyirəm. Bir Aktda- dənə bizdə iş yerində bir dənə praktikantlar gəlmişdi. Orada bir xanım var idi. Yəni özünü çox etik davranış qaydalarını çox kobud şəkildə pozurdu da. Danışığı, davranışı düzgün deyil idi və səs-küy qaldırırdı. Onun barəsində orada iştirak edənlər, yəni biz işçilər, Ay, rəhbərlik onun barəsində akt yazdıq. Ay, sağ ol. Və Bəli. hər kəs imzaladı onu. Bəli. Problem olanda mütləq dərəcədə akt. Ortada akt varsa belə çıxmasın. Bilin ki, orada nəsə problem var. Aləm qarışıq bir-birinə. Yaxşımı? Amma protokol elə deyil. Protokol sakitdir.
Yəni, məsələn, hesabat gördüyün iş haqqında məlumat verirsən. Ərizə yazdığın heç dünyadan xəbəri yoxdur. Ya şikayət, ərizə də mədəni şikayət da, onu da deyim də, onu da mədəni şəkildə edirsən. Annotasiyadakı heç. Sərvan nəsə deyirdin, denən. Hə, deyirdim aktı mən daha çox dövlət səviyyəli düşündüyümə görə Hə, o da onun var. üçün yəni Düz deyirsən, Sarvan. məktəbə aid edə bilmədim. Başa düşdüm necə. Hə. Aktın o Hə. o məsələsi də var. İki ölkə arasında olan məsələsi də var. Dövlət və ictimai əhəmiyyəti olan fərman, qərar mənasında o da var. Amma bu da var. Hə, Orada bildim, da başa istifadə düşdüm. olunar, birində də. Hə, tamam. Getdik. Birinə də baxırıq. 51-ə baxaq Sarvan. 51. Bu əməli yazı nümunəsinin mətni belə tamamlanır. Qərar ə, sədr katib əməli yazı nümunəsinin protokol Bəli, sədr və katibin imzası varsa protokol. Düzdür, bəli. Düzdür. protokol bə. Bəli. Müəllimə, bir də üzr istəyirəm, bir sualım var. Aha. Biz məsələn qanunda keçəcəyik ki, onu bu əməli yazı növlərinin bəzi hissələri var ki, orada məsələn protokol deyilir ki, şərh və əsas giriş və əsas hissədən ibarətdir də. Məsələn biz deyirik ki, iclasın protokolu aparılır. Orada yəni geniş protokol aparılır da. Yəni orada məruzəçilərin adlarıdır falan, yəni daha geniş olur. Bir də ki, siz deyirik, məsələn hansısa bir qayda pozuntusu olub, bunun barəsində protokol tərtib olunur. Biz bunu qısa götürə bilərik. Yəni protokolun giriş hissəsi olmayan, yəni əsas hissəsi olan protokol kimi. Necə? Qanunla Azərbaycan dilində biraz fərqlidir uşaqlar, onu deyim də. Qanunda daha geniş Hə. keçirsiniz. Azərbaycan Hə. dilində elə deyil. Amma Orada necə? məsələn, Hə. orada giriş və əsas hissədən ibarətdir protokol. Aha. Giriş və əsas hissədə elə bir ki, yəni geniş olur. Geniş protokollarda məruzəçilərin adlarıdır, müzakirə olunan mövzudur, yəni iştirak edənlərin siyahısıdır. Bunların hamısı yazılır. Bir də deyirik ki, məsələn, hər hansı bir qayda pozuntusu var da, yəni onunla bağlı protokol tərtib olunur. Bu yəqin ki, qısa protokol olur da. Yəni burada giriş hissə verilmir, əsas hissə götürülür də. Yəni geniş olmayan protokol. Onu bilmək istəyirəm ki, yəni bu inzibati qayda pozanda, yəni geniş olmur, qısa olur. Bunu bilmirəm mən. İclas geniş olur, bəli. İclas o geniş olur. Amma belə qanun pozuntusu ilə bağlı olan orada isə qısa olur, bəli. Çünki iclasla bağlı olanda hər şeyi neçə nəfər iştirak etdi, harda, ayın tarixində, məsələlər eşidildi, çıxışlar, qərar, bunların hamısı qeyd olunur deyənə iclas genişdir. Amma Və o orada ictimai katib və sədrin imzası olmur da, yəni qayda pozuntusunda orada yəni adi bir protokol kimi tərtib olunur. Bəli, bəli. Qayda pozuntusunda yox, orada sədr və katib olmur. Sədr və katib iclasla bağlı təşkil olunanda olur. Ancaq o olur. Başa düşdüm. Çox sağ olun. Buyurun. Belə, indi uşaqlar gəlin neyniyək? Bir dənə sınaq atım, sınaq işləyək. Bir saniyə. Bu bitdi. Yəni bu çətin dəstə deyil, belə deyim də. Bir saniyə. İndi bir dənə sınaq atıram, gəlin sınaq işləyək. Sınağı buradan atırsın. Başlayırıq. Ayşən, elə səndən gedirik. Demək Ayşən, buyur. Birinci test. Birinciyə baxmayaq. Bir saniyə hardan gedəcəksən? Ayşən, 3-ə baxaq. Buyur Ayşən. Hansı variantda hər iki sözün amonimliyi vardır? Kürək tala. Ay, sağ ol. Bəli. Kürək biri var insanın kürəyi, biri var qayıq kürəyi. Tala biri var meşədə kiçik açıq sahə, biri var talamaq feili.
Düzdür Ayşə, bəli, düzdür. Bax, uşaq daşın amonimliyi var. Biri var daşmaq, biri var çöldəki daş. Amma alma amonim deyil. Vurğuya görə mənası dəyişən sözlər amonim olmur. Xəyalın amonimliyi yoxdur. Ümumi və xüsusi isim kimi işlənə bilən sözlər amonim olmur. Aşıq amonimdir. Biri var aşıq, oynaq sümüyü, aşıq sümüyü. Biri var aşıq, aşıq ədalət məsələn. Əsər biri var əsər əlamət. Məsələn deyirsən ki, ondan əvvəlki əsər yoxdur. Bir də məsələn ədəbiyyatdakı əsər. Ağırdakı çox mənalı sözdür. Məsələn ağır xasiyyət. Belə. Getdik. 2-dən 4-ə baxaq. Hansı isimin yalnız bir halda olduğunu dəqiq müəyyənləşdirmək olar? Hı -hı. 2-dən bax isimlə bağlıdır bu. İkinci hecasındakı saytı düşən sözlər var. Bax Fidan o məsələdir. Məncə ağlındır müəllim. Bəli, düzdür, düzdür. Çünki cisim, zihin, sətir qəbri sözlərində ikinci hecadakı saya düşübsə bunu iki cür düşünmək olar. Həm halda, həm də Bəli. mənsubiyyətdə. Amma ağlın sözündəğınalığın arasındakı bircə halda düşür. Yalnız saytla başlayan mənsubiyyət artıran. Düz, bəli, düz. Getdik. Sarvan 5-ə baxaq. Mürəkkəb adlardan birinin yazılışı səhvdir. Hı -hı. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu doğrudur. Çünki demişdik ki, əgər səhv eləmirəmsə, yadımda qalan qədər binası varsa, yəni bina varsa, Bəli. belə bir şeydir də, səhv Bəli, etmirəmsə. bəli, düzdür. Binası varsa hamısı böyükdür. Binası varsa hamısı böyle. Azərbaycan Respublikasının baş naziri, baş nazir. Baş Bura böyük, biraz, naziri kiçik. Düzdür. bu da düzdür. Azərbaycan Respublikasının birinci vitse-prezidenti. Burada orta paleolit dövrü. Burada orta paleolit dövründə dövrü də böyük yazılmalı. Yo, Səhv kiçikdir. eləmirəm. Orta paleolit. Dövrün adı böyük, dövrü sözü kiçik. Hə. Bu düzdür. Onda vitse-prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti səhvdir də burada. Ay sağ. Səhv nədir, Sarvan? Denəm. Səhv burada vitse-prezident vitse-prezidentə balaca yazılmalıydı, vitse-prezident. Bəli. Birinci sözü böyükdür, vitse-prezidenti isə kiçikdir. Düzdür, Kiçik. bəli. Vitse ilə Bəli. yazılan sözlərdə defislə olmalıydı. Düz. Bəli, bəli. Hı -hı. Bəli. Digərləri düzdür. Heç bir səhv yox. Nicar. Nicar 6-ya baxaq. Ümumi məna qrupundan kənara çıxan sifət hansıdır? Ümumi məna yekə. Ümumi məna qrupundan kənara çıxan sifət. Bu nə deməkdir ki, ümumi məna Yəni, qrupundan bax, sifətin mənaza növləri var. Həcm bildirənlər, dad bildirənlər, forma bildirənlər, keyfiyyət bildirənlər. Biri fərqlidir. Hə, başa düşdüm. Hı. Yumru. Ay, sağ ol. Hı -hı, bəli. Formadır yumru çünki. Bəli. Getdik. Gülbənizlə davam edirik. Bir saniyə. Gülbəniz, baxaq elə 14-ə. Bugünkü dərsimiz. Kimliyi təsdiq etmək üçün verilən sənəd hansıdır? Hı. Kimliyi, Bayaqdan bildiriş, dedik ya. etibarnamə. Vay. Bir dəqiqə. Arayış. Bəli, arayış. Arayış nə idi? Hər hansısa bir şəxsin kimliyini, dediyimiz şəxsin kimliyini arayışın növləri vardı. İş yeri haqqında arayış, universitet haqqında arayış və s. Düz. Bəli. Getdik. Ləman. Ləman 15-ə baxaq. Salmanova Ləman. Bəli. Hansı cümlədə bu əvəzli? Müəllim, əvəzli keçməmişik. Bu əvəzli keçməmişdik. Yəni bunu
Oy, əvəzlik keçməmişik. Oy, bağışlayın. Yox. Elə bilirəm keçmişik. O biskutun səsi. Gözlüyün tamam. Bundan bitdi. İkinci testi göndərim, onu işləyək. Bir saniye. Müəllimə, burada bu əlimlə bəslədiyim sevgidir. Odur da, Bəli, yox. düzgünü odur. Bu, əlimlə bəslədiyim sevgidir. Nə bu? Bəli, düzdür. Bir dənə gözlüyün. İkinci testi göndərim, ona da baxaq. Getdik. Kimlə gedirik? Ləman. Ləman oxumadı testi. Ləman, 3-ə baxaq, Ləman. Əməli yazıların sadə formalarından biridir. Anons, reklam, afişa, bildiriş və sairə kimi formaları var. Söhbət hansı? Elan. Elan ola bilər. Bəli, düzdür. Elanın növləri. Düzdür, bəli, düzdür. Düzdür. Davam edək. Bir saniyə. Nigarla davam edirik. Yenə başa keçdik. Nigar, 12-yə baxaq. Biri amonim deyil. Tala, talamak. Bu amonimdir. Yara, yaramak. Yar, yarmak. Üzüm. Üzüm. Bir var ad üzüm. Yox. Bilmem. Üzüm. Üzüm. Ay, sağ ol. Qəşəng. Düzdür. Tala biri var talamaq, biri var meşədə kiçik açıq sahə. Yara biri var yaramaq, biri var bədəndəki yara. Yar biri var yarmaq, nəyisə yarmaq. Biri var yar sevgili mənasında. Zindan biri var məhbus mənasında. Bir də zindan alətdir. Üzərinə qoyursan, dəmirçilik alətlərini onun üzərində döyürsən. Bir alətdir. Google-a yazın, alətin özü gələcək. Bəli, üzüm sözün heç bir amonimliyi yoxdur. Düzdür. Gülbəniz, 13-ə baxaq. Sadə isimlər zərcəsini seçin. Heyvanxana, kredit, köynək, kötük, qış otu, qışqırıq. Restoran sadə deyil, konsert. Sadə isimlər burada ikinci köynək və kötük sözlərindədir. Sadədir bunlar. Bəli, köynəklə kötük. Düzdür, hər ikisi sadə. Bəli. Davam edirik. Ayşən 14-ə baxaq. Dünənki dərsimizdir bu. Sintaksis üsulla yaranmış Yəni azaltıdır. söz, sintaktik yəni söz. Sil, sı. Hər ikisində sı hərfi. Azaltma dərəcə. Açıq yaşıl. Necə? Açıq yaşıl. Bəli. Açıq yaşıl sözlə yaranıbmı? Açıq sözlə. Düzdür, bəli, düzdür. Gödərək, raqrək, morfolojidir. Çox balaca, çox atmadır. Uzun sov, sovla yaranır. Ən kiçikdəki, bəli, düzdür. Bir saniyə gözləyim. Fidan. Fidan baxdı testdə. Sarvan. Sarvan. Üçüncü testdə baxırıq. Buyur Sarvan. Üçüncü testdə hansı cümlə Üç yox. quruluşda Üç yox. Üzr istəyirəm. İki. 2-yə. Cümlələrin birində təsirli halda olan sadə isim işlənmişdir. Təsirli hal kimi, nəyi, haranı? Bu sualları da səhv eləmirəmsə. Bəli, kimi, nəyi, haranı? Düzdür. Onun atası neft mühəndisidir. Bu deyil. Cərrah Əli bizim təzə qonşumuzdur.
Heç vaxt bu yaxşılığı bu yaxşılığı heç vaxt unutmaram. Nəyi? Yaxşılığı. Ay, sağ ol. Təsirli aldı, amma düzəltmədi. Bizə sadə lazım. Hə, Yaxşıdan yaxşına. sinif şagirdlərinə, kimə? Evdəkiləri. Təzə xəbərdən evdəkiləri. Kimi? Evdəki, evdəkilər. Bu da düzəltmədir. Sadəni istəyir. Diqqət edəsən Cəza, tapacaqsan. yaxşı, mükafat. Nə? Şagirdlərinə, kimə? Biraz çətin oldu bu sual. Deyə bax, Sərvan. Təbii. 10-cu sinif şagirdlərinə mükafat verdilər. Oradakı mükafat qeyri-müəyyən təsirlikdir. 10-cu sinif Mükafat. şagirdlərinə Hə, mükafatı hə, verdilər. mükafatı nəyi? Ay, Hə, sağ ol. hə. Nəyi? Mükafatı 10-cu sinif şagirdlərinə verdilər. Düz. Hə, qeyri-müəyyən Qeyri-müəyyən. təsir. Həm də sadə isimdir. Hə. Ha, bildim. Bax, yaxşılığı təsirlikdir, amma düzəltmədir. Evdəkiləri də təsirlikdir, amma düzəltmədir. Bizdən sadəni istəyirək ona görə. Aha, Ha, bildim. getdik. Dünənki dərsimizdir bu da. Fidan 3-ə baxaq. Fidan buradasanmı? Fidan İslamov. Fidan yoxdur deyəsən. Tamam. Yəni, Fidan buradadır. Amma səs aça bilmir, yaxşı. Demək. Burada əməlim açdım. Hə, Açdım, tamam. açdım. Hə. Fidan 3-ə baxaq. Hansı cümlədə quruluşla düzəltmə olan say işlənmişdir? Hı. Onlar rəisdən əmr aldıqca dərhal sonra 16-cı Quruluşsun düzəltməsi. xeyli meyvə toplanır. Bu qədər də irəli gedəndən yana təkrar olduğunu hiss etdilər. Xeyr, yatmaqdan durmadan tənbəl. Elə odur müəllim. Məncə. Hansıdır? Birincilər. Bəli, B Bəli. variantı. Bu gün məktəbimizdə hamıdan çox sevilən birincilər idi. Bəli, oradakı birincilər nədir? Sıra sayır. Bəli. Saydan baxma A-dakı 16-cı mürəkkəbdir. C-dəki xeyli sadədir. D-dəki bir qədər mürəkkəbdir. Y-dəki neçənci sual əvəzliyidir. Amma şey deyil, düzəltmə say deyil. Bəli. Davam edirik. 9-a baxırıq. Ayşən 9-a baxaq. Verilmiş sözlərdən biri sifət deyil. Qırıq, necə, yanğın. Yanğın. Ay sağ ol. Qırıq, elmi, coşqun hamısı düzəltmədir. Həm də sifət düzdür. 10-cu testə baxırıq. Nigar 10. Hansı söz amonimlik xüsusiyyəti daşıyaraq eyni nitq hissəsinə aid olur? Dolu qab, dolu yağır, bu yox. Ətək. Ətək. Quruq. Çay. Çay. Ay sağ ol. Çayın iki mənası da isimdir. Dolu isim və sifət olur. Ətək yazığı heç amonim ola bilmir. Buruq isim və sifət olur. Sazdakı isim və sifət olur. Düzdür bəli. Düzdür. Davam edirik. Aha, bu bayaqlarını keçdik. Bayaqçı dərsimizdir. Gülbəniz 12-yə baxaq. Biri məktubun hissələrinin adı deyil. Müraciət, ümumi, yekunlaşdırıcı.
Sağollaşma hissəsi. Ay sağ ol. Müraciət ümumi, fərqləndirici, bir də nəticə. Sağollaşma hissəsi deyilən bir şey yoxdur. Düzdür. Bəli, düzdür. Aha. Sarvan 13-ə baxaq. Hansı cümlədə xəbər sifətlə ifadə Xəbər olunur? cümlənin sonunda gəlir. Düzdür, keçməmişik, amma sən yenə də cümlənin sonuna baxsan, baxa bilərsənmi? Sifətlə. Düzümsüzdə O, xəbərin yeri dəyişib biraz. nə gözəldir dağ boyunca söydülər. Gözəl. Necə gözəl. Bu ola bilər? Ay sağ ol. Bəli, nə gözəldir dağ boyunca söydülər. Orada gözəldir sifət. Düzdür. Bəli. Bəli. Ləman 14-ə baxaq. Müəllimə, orada əsəbləşdin ya olmur bəzi o əsəbi də Əsəbləşdi sifət. feildə axı. Bax, əsəb isim, əsəbi sifət, əsəbləş sifətdən düzələn feildə axı. Hı. O başlanğıc forma kimi də onda elə Ay, götürürük də. bəli, bəli. Sən elə bil Hə, əsəbi sözünə baxmısan. Axı orada söz əsəbləşdi. Tamam. hə, başa düşdüm mən də. Aha. Getdik. 14-ə baxırıq. Ləmanda. Ləman 14-ə baxırıq. Bəli. Razılaşma, birləşmə, gözdən pərdə asmaq. Asıl, düzdən pərdə asmaq düz. 15-ə də baxaq bir dənə. Demək. Kimlə qaldıq? Amma oxumudum. Ayşən 15-ə baxaq. Elmi üslub, sifət əşyanın Asıl, əlamət və sifət əşyanın keyfiyyəti. əlamət və keyfiyyətini bildirir. Bu da oldu. Bəli. Belə. Sonra burada üçünləşdirirəm. Demək, inşallah bazar gününə dedim ha, dərslərimiz olacaq. Bazar gündə nə edəcəm? Bax, belə sadəcə olaraq əvvəlki mövzuları nə edəcək? Amma əslində qalsa növbəti bazardan başlamaq biraz tezdir. Biz elə şey keçməmişik. Amma sınaq işləmək üçün, bax belə əlavə sınaqlar işləmək üçün. Çünki dərs vaxtı sizin hələ mövzularınız var da, mövzularla biz çox keçməmişik deyənə. Mövzularınızı biraz keçəndən sonra bir 2 həftədən bir bazar günləri əlavə dərslər salacağam. Ancaq sınaq işləyəcəyik. Əvvəl keçdiyimiz bölmələr var, onların sınaqlarını işləyəcəyik. Məncə belə daha effektiv olur, düzdürmü? Çünki qrupa göndərdiyim sınaqları bəzən işləyirsiniz, bəzən işləmirsiniz, amma belə bazar günü elə ancaq təsəvvür gətirin 1 saat, 1 saat yarım ərzində ancaq test işləsə o daha effektiv olur, düzdürmü? Belə. Uşaqlar, burada sağollaşıram. Xoş istirahətlər sizə. Sağ olun, Allah amanda. Görüşək. Sağ Sağ olun. olun. Sağ olun.